sel-sel olub axan dağlar söyləmişdi. Əziz tamaşaçılar, hörmətli qonaqlar, tədbirimizi davam etdiririk və Məzahir Daşqın yaradıcılığı tədqiq olunub, kitablar yazılıb, amma nə qədər tədqiq olunsa da düşünürük ki, yenə də azdır. Şəhla Tahir qızını dəvət edirik səhnəyə, filologiya elmləri namizədi. Məzahir Daşqının tədqiqatçılarından biridir. Buyurun Şəhla xanım. Məzahir Daşqın 13 il, 15 ilə yaxın vətən xaininin oğlu damğası ilə yaşamışdı. Gəncəbasar elində, Orcanikidzedə, yəni Tiflisdə. Daha sonra Məzahir Daşqın könüllü olaraq orduya getmişdi və orduda qeyri-bərabər döyüşlərin birində əsir düşərək Avropanın müxtəlif əsir düşərgələrində olmuşdu. 43-cü ildə orduda əsirlikdən azad olunduqdan sonra o deməli Polşanın Yedlina şəhərində yerləşən, mərkəzi qərargahı orada yerləşən Azərbaycan legionerlərinə qoşulmuş, oranın musiqi taqımına rəhbərlik eləmişdi. Onun legiondakı fəaliyyəti nəzərə alındıqdan sonra, yəni onun oradakı fəaliyyətini diqqətdə saxlayan legion rəhbərliyi onun orada fəaliyyətini qəzetlərlə əlaqələndirmiş, Azərbaycan, deməli Almaniyada çıxan, Berlində çıxan Azərbaycan qəzetində onu ədəbi müxbir vəzifəsinə keçirmiş və bundan sonra Məzahir Daşqın oradakı fəaliyyətini genişləndirərək Milli Birlik Təşkilatına, legionerlərin Milli Birlik Təşkilatına üzv olmuşdu. Və həmin Milli Birlik Təşkilatının Berlində keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin 25 illiyi ilə bağlı olan tədbirdə söylədiyi siyasi nitq, məhz həmin siyasi nitq Məzahir Daşqın həyatında, Məzahir Daşqının gələcək fəaliyyətində dönüş nöqtəsi olmuşdu, özü də mənfi yönümdə dönüş nöqtəsi. Yəni, Məzahir Daşqın onu siyasi rejimin, Sovet siyasi rejiminin gözlədiyi bütün qadağalara, bütün qorxunc siyasi rejimə baxmayaraq yenidən vətənə qayıtmışdı. Məzahir Daşqın poeziyası doğrudur, klassik aşıq poeziyasına söykənir. Lakin Məzahir Daşqını təkcə aşıq poeziyası hüdudunda qiymətləndirmək bir qədər ədalətsizlik olardı, bir tərəflilik olardı. Yaxşı olardı ki, 4 poemanın müəllifini, kifayət qədər qəzəl saya malik olan qəzəl müəllifini, həm də 20-ci əsrin Azərbaycan poeziyasında novator bir şair kimi, yəni klassikaya söykənən novator bir şair kimi dəyərləndirilsin. Və sonra onun həyatı haqqında olan məqamlara ki, diqqət yetirilir. Çox xahiş eləyərdim bütün tədqiqatçılardan, bütün araşdırmaçılardan ki, faktlara söykənərək, faktlar əsasında məlumat versinlər oxucularına, tamaşaçılarına. Son olaraq onu demək istəyirəm ki, Məzahir Daşqın bir zamanlar deyirdi ki, səadətdir şair olmaq, el-obadan ilham almaq, mən şairi yada salmaq, mən Daşqını yada salmaq, saza qalsın, sözə qalsın. Təşəkkürümü bildirəm ictimai televiziyamıza, milli mənəvi dəyərlərimizi bu dərəcədə qoruyub xalqımıza çatdırdığına görə, Mirzə İbrahimov adına, fondun rəhbərliyinə, Mədəniyyət Nazirliyimizə, hamınıza bir daha təşəkkür edirəm ki, Məzahir Daşqın poeziyasının işığına toplanmışsınız, onu yad edirsiniz. Sağ olun. Xanəndə Qoçaq Əsgərovun ifası ilə davam etdirəcəyik bu görüşümüzü. Mən gəlmişəm sizə qonaq, ay yar mənə bax, bayaq, ceyran mənə bax, bayaq. Pişir mənəyəm bir qayğana, ay yar mənə bax, bayaq, ceyran mənə bax, bayaq. Xumar oldum, xumar oldum, xumar oldum, xumayam. Kətan köynək nazik bədən, gördüyüm bir hal oldum, bir hal oldum, bir hal oldum, bir hal oldum.
Şatan köynək nazik bədən gördüyüm bir hal oldum, bir hal oldum, bir hal oldum, bir hal. Var bizim diyara haber eyle. Hicran katarına Hicran katarının aldım sarbanı. Düştüm ey ahuzara bir habere Feleğin mürveti kem oldu bize. Feleğin mürveti kem oldu bize. Saldı yolumuz gider gelmez ey. Heller koynunda karan gül gezer. Çeşmi intizarım bir habere